Bu videoda danışırıq daha köhnə avtomobillər niyə dözümlü idi, möhkəm idi, onların detalları, müasir avtomobillər isə adi bir qəza anında kağız kimi bükülür. Yəqin ki, belə videolarla sosial şəbəkələrdə və yaxud özümüz də həyatda da çox qarşılaşmışıq. Müasir avtomobillərin xarici hissələri, krilo, kapot və yaxud bufer hissələri, ön hissəsi əllə basılacaq qədər yumşaqdır. Yəni çox adam da, əksər adam da fikirləşir ki, bunu istehsalçılar hər hansı bir qənaət üçün edirlər və yaxud bu avtomobillər artıq dözümsüz avtomobillərdir. Bəziləri oyuncaq adlandırır bu avtomobilləri. Ancaq bunun əsas səbəbi sürücünü və sərnişinləri qorumaqdır. Yəni müasir istehsalçılara qoyulan tələblərə əsasən müasir avtomobillər insanyönümlüdür. Yəni mühəndislər istəmirlər ki, orada avtomobildə olan sürücü və sərnişin daha çox zədə alsın. Məsələn, biraz köhnə avtomobillərə baxsaq, 60-cı illərin, 70-ci illərin avtomobillərində qəza anında demək olar ki, heç bir zədədən söhbət belə gedə bilməz. Yəni avtomobil dəyir və orada heç bir zədə və yaxud əzilmə baş vermir. Qəza anında avtomobilin zədə almaması, yəni onun ön hissəsinin az xərər görməsi o deməkdir ki, həmən qəzanın enerjisini avtomatik olaraq, yəni fizika qanunlarına əsasən enerji ötürülür salona. Yəni o enerjini avtomobildəki sərnişin və sürücülər götürür. Müasir mühəndislər isə müasir avtomobillərdə bu problemin qarşısını almaq üçün avtomobilləri, yəni bilərəkdən loru dildə desək bir qarmon kimi, onun ön hissəsini bir qarmon kimi, yəni formalaşdırırlar, istehsal edirlər ki, qəza anında avtomobil məhv olsa belə, yəni əzilmə, bükülmə çox olsa belə, yəni orada xüsusi bükülmə nöqtələri var ki, avtomobilin məsələn mühərrik salona daxil olmasın, mühərrik müəyyən istiqamətdə yerini dəyişsin, avtomobilin alt hissəsinə doğru. Qəza anında ön hissələrin qırılma nöqtələri var. Bunların hamısının səbəbi avtomobilin qəza anında aldığı enerjini, yəni zərbənin gücünü salondakı sərnişinə və sürücüyə ötürməməkdir. Yəni müasir avtomobillərin belə loru dildə isə yumşaq olmağını